Salam gözəl və əziz insanlar. İnşallah bugünkü mövzumuz peyğəmbərlərə atılmış iftiralar, peyğəmbərə düşmənlər olaraq atılmış iftiralar mövzusunda peyğəmbərin bütə səcdə etməsi haqqında olacaq. Çox bir maraqlı səviyyəsi peyğəmbərə bütə səcdə etməsi. Bəli, rəvayətlərdə hətta peyğəmbərin bütə səcdə etməsi belə qeyd olunub. İnşallah mən sizə bunu çatdıracağım. Hədis oxuyacağım sizə. Bunun kökəni haqqında sizə deyəcəm və onun haqqında bəzi məlumatları verəcəm. Bu danışdığım mövzunu siz mənim bu müsəlmanlar.ru saytına girib, baxın burada peyğəmbərin bütə səcdə etməsi. Başlığı altında peyğəmbərin bütə səcdə etməsi. Və bu yazını oxuya bilərsiniz. Burada mən qeyd eləmişəm ki, bu yazını hardan gəlib, necə gəldi, mən bunu necə tapdım ki, bu hardan gəlib. Çünki bəzi ayələr mənə maraqlı qalmışdı. O ayələr üzərində çalışarkən, mən bunu təsbit etdim ki, bunun kökəni hardan gəlib. Yalan olduğu bəlli idi. Bir də onun kökəni tapmaq var da. Deməli, hədis nədir? Bu hədisə Qaranik hədisi deyirlər. Qaranik hədisi. Bunun qısa versiyası Buxarıdadır. Daha geniş versiyası bu tarix kitablarının adına, bu nağıl kitablarına qeyd edilib. Bu siyar dedi kitablar. Deməli, Buxarının namaz kitabının səcdə ayələri bölümü var da. Buxarı namaz kitabı ayrı-ayrıdır. Cümə namazı, nə namazı, yağış namazı, filan namaz. Bir də səcdə ayələri bölümü var da. Səhih Buxarının namaz kitabının səcdə ayələri bölümünün 4-cü babının 5-ci hədisi. Yəni Buxarının təfsir kitabının 289-cu babının 383-cü hədisi. Yəni Buxarının Ənsarın Mənaqibləri kitabının 28-ci babının 72-ci hədisi. Əl-Xam Sahibi təzim etdiyi müxtəsər tərəfə hədis var. Orada İkrimədən rəvayət edir ki, o da İbn Abbasdan rəvayət edilmiş ki, Peyğəmbər Nəcm surəsinə səcdə etdi və onu birlikdə müsəlmanlar, müşriklər, bütün cinlər və insanlar səcdə etdilər. Baxın, Peyğəmbər Nəcm surəsində səcdə etdi və onu birlikdə müsəlmanlar, müşriklər, bütün cinlər və insanlar səcdə etdilər. Müşriklər nə səcdə etdilər ki? Səbəb budur. Bunun Buxarıda qısa versiyasını gəlir. Geniş versiyasında belədir. Nəcm surəsində Lat, Mənət, Uzza ayəsi var da. O Nəcm surəsinin 16-cı, 17-ci o ayələrə baxın. Siz gördünüzmü? Latı, Mənatı və 3-cü Uzzanı. Və bu ayələrə baxın. Bu müşriklərin tapındığı tanrılardan bəhs edir orada. Deməli, Peyğəmbər əhvalata görə Peyğəmbər o ayələri oxuyarkən Məkkə müşrikləri üçün. O 3-cü məsələn Mənat ayəsinə gəlir, şeytan Peyğəmbərin qulağına pıçıldayırmış ki, bu tanrıçalar var ha, tanrıçalar. Ne tanrıçalar? Çünki o adlar Allahın sifətlərin qadın cinsində olan versiyasıdır. Uzza, Allahın əziz sifətinin dişi cinsində olandır. Dişi cinsində olandır. Lat da ilahın dişi cinsində olan versiyasıdır. Ona görə onlar tanrıçalar deyirlər, tanrıçalar. Deyir ki, şeytan Peyğəmbərə fısıldayırmış ki, bu tanrıçalar var ha, bunlar Allah yanında böyük hörmət sahibidir. Bunlar şəfaət edəcəklər. Ona görə bu ayələr oxuyanda Peyğəmbər səcdəyə düşübmüş. Müşriklər deyir ki, Məhəmməd artıq bizim tanrıçalarımızı qəbul edir. Demək, bunlar şəfaət sahibi olacaqlarmış. Axırda Məhəmməd də qəbul etdi ya bizim tanrıçalarımızı. Ona görə Peyğəmbər səcdəyə düşmüş. Ona görə müşriklər filan onlar hamısı səcdəyə düşürlər. Nəcm surəsinin ayəsindən. Ona görə bu hekayə onun üçündür. Bunun hadisəyə Qaranik hədisi. Bu hədis haqqında kitab yazan da var. Məsələn, Salman Rüşdü kitab yazdı bunun haqqında ki, şeytan ayələri deyə bir kitab yazdı. O kitab heç tanınmayacaqdı. Amma dünyasını dəyişmiş, ölüb getmiş bu Xomeyni götürdü, onu ölüm fətvası, mürtəd ayında ölüm fətvası verdi. Cəmaət dedilər ki, bu şeytan ayətləri kitabı nə mənə olan şeydir ki, Xomeyni ona ölüm fətvası verdi? Bax, bu beləsinə tanındı. Yəni, deyirlər ki, anti-reklam özü bir reklamdır da. Bu Xomeyni götürdü, onu tanıtdırdı, onun kitabı tanındı, mənasız kitabı tanıtdırdı. Götürdü, sən, ay Xomeyni, niyə ona ölüm fətvası verirsə? O hekayələri yandırdı ondansa. Cahil insan, səni o çelişkiyi göstərirdi orada. Sənin mənasız hekayəvi göstərirdi orada. Niyə sən gəlir ki, belə damarına toxundu ki, Peyğəmbər və belə bir söz deyir. Peyğəmbər o sözü deyən sənsən, o deyil. Sən demirsən ki, o da onu gündəmə gətirir. Bax, necə ki, mən gündəmə gətirirəm. Sən demirsən ki, mən də bunu gündəmə gətirirəm, deyindi. Mən onu özümdən uydurmamışam ki, bu hədisi burada. Bu kitabda var da, get
Əziyyət çəkir, açıq o bilir də var. Sən niyə ona ölüm fətvası verirsən ki? Get o kitabı məhv elə də. Deyir ki, bu kitab qəbul olunmur. Eləməz axı. Hadis, sahih, buyur. Sahih deyirsən, bu da çıxartdı ortaya sən səhih hədisi. Ona görə beləcə bu kitab tanındı ki, bu nə kitab belə şeydir, çox satanlar kitabına birinci sıraya belə qalxmışdı. Bu şeytan Salman Rushdie yaşayır. Yaşayır, amma yaşaması demək ki, ondan yaxşıdır da. Yəni bütün həyatı zindanda kimi yaşayır. Çox ölkələrdə, bu müsəlman dediyimiz firon ölkələrində onu mürtəd ölüm fətvası vermək ki, onu harda görsə öldürəcəklər. Ona görə demək olar ki, evdə qapalı şəraitdə yaşayır, evdə çölə çıxa bilmir. Yəni həyatı zindan içində keçdi onun. Nəysə, mən Salman Rushdie istəmirəm, düzgün bir şey eləyib, gözəl bir şey yazıb, həqiqəti qoyub ortaya. Buyur da sən həqiqəti, sən də deyən ki, yoxdur, bu yalandır, Peyğəmbər iftiradır. Bunu deyə bilmir, götür onu ölüm fətvası verir. Necə ki, karikatura vardı, Fransız karikaturisti öldürdülər. Niyə siz Fransız karikaturisti pis bir şey eləməmişdi ki? Karikatura çəkmişsin, hədislərdə necə Peyğəmbər Məhəmməd qəlbə verirsə, o da ona görə bir karikatura çəkmişdi. Burada nə var ki? Buyurun, sizə göstərir ki, sizin nağıllarınız, nağıldır da bu, nağıl. Sizin təqdim etdiyiniz Peyğəmbər budur, mən bunu qəbul eləmirəm. Sən götürüb onu öldürəsən. Demək ki, sənin dinin çürüydü, çürük. Sənin dinin çürüydü ona görə. Cavab verə bilmirsən, götürüb onu öldürürsən. Bu Qaranik hədisi, internetdə özünüz Həzrəti Google'da yazın, yazsınız ki, Qaranik hədisi, bunun hekayəsi çıxacaq tarix kitablarında, o, Peyğəmbər bütə səcdə etdi, bu oldu filan, bəs məkan və s. və ilaxır. Necə mənasız hekayələr var. Bu hədisi uydurdular. Bu hədisi deməli hardan götürdülər? Bəlkə götürdülər şeydən, Yahudilərdən götürdülər. Deməli, Yahudlar da Süleyman Peyğəmbər üçün eyni hekayəni uydurmuşlar. Deməli, Tövratda birinci padişahlar var. Tarixi kitabları var da birinci padişahlar. Onun 11-ci fəslində, 4-cü və 10-cu cümlə, 10-cu daxil olmalıdır. Deyir ki, onlar qadınlar Süleymanın qocaq çağında onun ürəyini başqa Allahlara tərəf azdırdılar. Qadınlar orada şeydir ki, Peyğəmbərin 700 dənə arvadı, 300 dənə kənizi varmış. 700 dənə arvadı, 300 dənə kənizi Süleyman Peyğəmbərin. O 700 dənə arvadı, 300 dənə kəniz şeydirlər. Süleymanı Allahdan döndürərək başqa Allahdan tərəf azdırırlar. Onun ürəyi atası Davuddan fərqli olaraq Allaha Rəbbə sadiq deyildi. Süleyman Sidonların ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Mikoma xidmət etdi. Xidmət etdi Süleyman Peyğəmbər. İndi Quranda mən sizə bunu göstərəcəm. Allah cavab verir ona. Xidmət etdi Süleyman Rəbbin gözündə pis olan işlər etdi və atası Davuddan fərqli olaraq Rəbbə tamamilə xidmət etmədi. Onda Süleyman Yerusəlimin şərqindəki dağda Moavın iyrənc bütü, Keşmon üçündə və Amon övladlarının iyrənc bütü Melak üçün səcdəgah düzəltdi. Və o öz Allahlarına buxur yandıran və qurbanlar gətirən bütün yadelli arvadları üçün belə etdi. Rəbb Süleymana qəzəbləndi. Çünki onun ürəyi İsrailin Allaha Rəbbdən dönmüşdü. Rəbb ona 2 dəfə görünərək başqa Allahlara xidmət etmə deyə bu barədə əmr etdi. O isə Rəbbin əmrinə əməl etmədi. Biz nə başlayırıq ki, bu hekayədən? Yahudilərin inancı günü Süleyman Peyğəmbər bütlərə səcdə edib. Və bizimkilər də mənim atam sənin atavı deyir prinsipinə əsaslanaraq, betərin prinsipinə, mən onu betərin deyirəm. Betərin prinsipinə əsaslanaraq, onlarda elə bir şey varsa, bizlərən yoxsa, biz də Peyğəmbərin düşmənləri yaxı. Süleymanın düşmənləri onun haqqında olursa, biz necə uydurmayaq. Bunu əslində Quran deyir bizə, çox maraqlı deyir. Bəqərə sözün 102-ci ayəsində. Orada bizim mövzumuza bir hissə var. Mən bu ayədə bir kəlmənin mənasını tuta bilmirdim. Bu mövzu sayəsində tutdum, Allah nə demək istəyir orada. Deməli, Bəqərə 102-də deyir ki, onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman inkarçı, kafir olmadı. Mənə çox maraqlı gəlir ki, Süleyman niyə kafir deyirlər ki, Süleyman olar? Səbəb nədir? Süleyman kafir olmadı, lakin şeytanlar, Ənam 112 dediyi kimi, hər bir Peyğəmbərin ins və cin, gizli və aşkar şeytanlar, düşmənlər müəyyən etdiyi, burada şeytanlar. Süleyman Peyğəmbərin düşmənləri şeytanlar, Sehri və Babildə Harit və Marut adlı 2 hökmdara nazil olanı insanlara öyrədərək kafir oldular, inkarçı oldular.
Burada mənə kitab yoxdursa bir şey göstərəcəyim. Burada diqqət edin. Süleymanın kafir olmağı deyir və Harut və Marut adı iki, siz tərcümədə baxsınız, iki mələk tərcümə edirlər. İki mələk tərcümə edirlər. Yəni bu ayədə olan kəlməni əl-mələkəyni oxuyurlar. Əl-mələkəyni oxuyurlar. Əslində isə əl-mələkəyni yox, əl-məlikəyni oxunmalıdır. Əl-mələkəyni iki mələk deməkdir. Əl-mələkəyni isə iki məlik, iki hökmdar, iki kral deməkdir. Bunu mənə tapmağa bir də kömək şey oldu. Mənim kitabı o tərəfdədir. Məmməd Əliyevin tərcüməsi var, Quran tərcüməsində. O bu ayənin şərhində qeyd edib ki, əvvəlindəki tarixçilərin qeyd etdiyinə görə o dövrdə Harut və Marut adı iki kral olub. İki kral yaşayıb o vaxtı. İki kral yaşayıb. Orada mənə daha da şey oldu, belə deyim də, yol açdı. İşıq göstərdi ki, o əl-mələkəyni yox, əl-məlikəyni oxumalı. İki kral. Amma o yenə də şey tərcümə edib. Dipnotda onu yazsa da tərcümə üzrində fərqli edib. Neyse, burada yəni iki kral vardı. Onlar Süleyman Peyğəmbər haqqında ki, şeytanlar düşmənlər Süleyman Peyğəmbər haqqında baxın, sehir. Sehir nədir? Sehir olmayan şeyi olmuş kimi göstərməkdir. Yəni bir şey olmayıb ha, amma olmuş kimi sənə göstərir. Necə ki, məsələn, deyir, onlar sehirbazda şey atlar ilə, onlara elə gəldi ki, o sürünür. Halbuki sürünmürdü o. Onların gözünə elə görsənirdi. Ona görə məsələn Taha surəsinin 66-cı ayəsində Allah deyir ki, Musa dedi, siz atın, sehirbazlar əllərini yerə atan kimi ona elə gəldi ki, onların kəndirləri və çomaqları sehirləri sayəsində hərəkətə gəlib sürünür. Baxın, kəndirləri və çomaqları onlara elə gəldi sürünür. Amma halbuki sürünmürdü. Onlara elə gəldi. Buna sehir deyilir. O sehirbazlar da Süleyman Peyğəmbər haqqında olmayan şeyi uydurdular. Bu şey baş verməmişdi. Süleyman Peyğəmbər bütlərə zada səcdə etməmişdi. Bu Tövratda onlara cavab verir Allah Taala. O Tövratda oxuduğumuz hekayə var, Süleyman bütlərə səcdə edir. Allah deyir ki, onu şeytanlar uydurdu. Peyğəmbərin düşmənləri uydurdu. Əslində elə bir şey baş verməyib. Onlar seyr etdilər. Yəni olmayan şeyi olmuş kimi insanlar təqdim etdilər. Əslində Süleyman kafir olmayıb. Onlar özləri bunu yalandan etdilər, uydurdular və bizimkilər də onlardan geri qalmamaq üçün şey göstərir. Yəni burada mən artıq bildim ki, əl-mələkəyni yox, əl-məlikəyni oxumalı, yəni iki hökmdar. Onda mən fikirləşdim, görsən, Yahudilər Süleyman Peyğəmbər haqqında uydurublar. Mənim yadıma düşdü ki, Süleyman Peyğəmbər haqqında İncildə, Tövratda bütə səcdə etməyi var axı. Onlara kafir olmağı qeyd edilib. Allah ora cavab verir ki, xeyr. Və burada mənə bir şeydə, Quranda bir şeydə aydın oldu ki, Allah bizə bir şey bildirəndə, belə deyim, iki başlı bildirir. Belə deyim, iki başlı bildirir. İki başlı demək istəyirəm, nə demək istəyirəm, onu da sizə deyim, qaranlıq qalmasın. Bir onu deyir ki, dedim sizə, o həm ona cavab verir, Məsələn, onlar deyir ki, Süleyman bütə səcdə edir. Allah cavab verir ki, Süleyman bütə səcdə etmir. Bu bir başı. İkinci başda budur ki, siz də bunu edəcəksiniz. Yəni, Allah boş yerə o cavab vermir ki, ora. Boş yerə vermir. Ona görə o cavab verir ki, o edilməyib, amma siz də eyni şey edəcəksiniz. Eyni şey edəcək ki, bu ayələr qiyamətə kimi burada qalacaq. Qiyamətə kimi deyəcəklər ki, Peyğəmbər Qaranə hədisində bütlərə səcdə edib, Allah da burada cavab verir ki, xeyr, nə Süleyman Peyğəmbər, nə Məhəmməd Peyğəmbər, də Harun Peyğəmbər bütə səcdə edib. Harun Peyğəmbər üçün də, məsələn, Quranda o Samirinin buzov düzəltməsi hekayəsi Tövratın tərsinədir. Tövratda Harun Peyğəmbərin o heykəli, inəyi buzovun heykəli düzəltməyi olub. Qeyd olunub ki, Harun Peyğəmbər o edib. Nədir onun adı? O heykəli düzəldib, onlar o heykələ səcdə ediblər. Yəni Harun Peyğəmbər üçün onun tərsinə soyudurlar. Yəni bu ayəni hədəm ki, nə Harun Peyğəmbər, nə Süleyman Peyğəmbər, nə Məhəmməd Peyğəmbər heç biri eləməyib. Bir təsəccübə bu dediyim hekayə, demək Tövratın çıxış kitabının 32-ci fəslinin 1-ci 6-cı cümləsini oxuya bilərsiniz ki, xalq Musanın dağda inməyini gecikdiyini görəndə Harun ətrafına toplaşıb ona dedi, qalx və bizim üçün Allahlar düzəlt ki, qabağımıza geçsinlər, çünki biz Misir torpağından çıxarır adamın bu Musanın başına nə iş gəldiyini bilmirik. Harun dedi, cavab verdi, arvadlarınızın, oğullarınızın, qızlarınızın qulaqlarından qızıl sırqalara çıxarıb mənim yanıma gətirin. Harun deyirmiş.
Bütün xalq qulaqlarında olan qızıl sırğaları çıxarıb Haruna gətirdi. Harun onlarda qızılı götürdü. Oyma alətlə surət verib, dana şəkli tökmə, büt düzəltdi. Xalq İsrailliləri budur sizin Misir torpağına çıxaran Allahlarınız. Dedi, Harun bunu görüşdü, dananın qabağında bir qurbangah düzəltdi və ilan etdi. Sabah Rəbb naminə bayram olacaq. Ertəsi gün xalq səhər tezdən qalxıb yandırma qurbanları ilə ünsiyyət qurbanları kəsdi. Xalq oturub yeyib içdi, sonra qalxıb oynaşdı. Yəni Harun peyğəmbər üçün uydurdular ki, o buzovu Harun peyğəmbər düzəldib, Süleyman peyğəmbər üçün uydurdular. Məhəmməd peyğəmbər üçün bizim kitab oturur. Allah da Bəqərə 102-dir ki, bunu şeytanlar uydurub, şeytanlar. Peyğəmbərin ins və cin düşmənləri. Bu şeytandır bunlar, şeytan. Peyğəmbər haqqında olar ki, peyğəmbər bütlərə səcdə edilmiş. Halbuki Quran belə şey qətiyyən qadağanır ki, peyğəmbər bütpərəst, müşrik qətiyyən və qətiyyən ola bilinməz. Zümər surəsinin 65-ci ayəsində, 65-ci ayəsində Allah deyir ki, sənə və səndən əvvəlkilərə belə vəhy etdik. Və ləqət uhiyyə iləykə iləl-ləzinə min qablikə ləyən əşrəkdə liyəhbətanna əmaləkə və təkunna minəl xasirin. Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Xasirin, minəl xasirin, xusran. Ziyana uğrayanlardan olacaqsan. Əməllərin hamısı zayi olacaq sənin. Yəni Peyğəmbər heç bir şəkildə nə bütə səcdə etməyib, nə bütpərəstlik edib, nə Harun peyğəmbər, nə Süleyman peyğəmbər, nə Məhəmməd peyğəmbər. Amma Ənam surəsinin 112-ci ayəsində Allah dediyi kimi, hər peyğəmbər üçün ins və cin, gizli və aşkar düşmən, gizli və aşkar şeytanları, düşmənləri müəyyən edib, onlar bir-birlərini Allahın məqsədi ilə təmtəraqlı sözlər təlqin edirlər. Ənam surəsinin 112-ci ayəsi bunu peyğəmbərlərin düşmənləri uydurub. Heç bir peyğəmbər bütpərəst olmayıb, bütə səcdə edib. Amma bunun danışanlar bu peyğəmbərin hadisini inkar edirsən, bu vəhidir, hədis sahihdir. Vəhidir də bu peyğəmbərin bütə səcdə etməsi. Çünki özləri bütpərəstdir axı. Gələ peyğəmbər də bütə səcdə edən şey eləsinlər də. Özləri gələ bütlərə səcdə edirlər. Bu Həcərül Əsvəd zat, nə bilim nə, bu qəbirlərə gedirlər, onlar şeylə tapınırlar. Yəni Peyğəmbər üçün eyni şey uydursunlar da. Həcər Əsvədə bir hekayəsi Peyğəmbər ki, Həcər Əsvədə nə bilim nə edilmiş, əl sürtülmüş, dua edilmiş, nə edilmiş. İnşallah bu Həcər Əsvəd mövzusunu sizə geniş toxunacam. Yəni bu nağılları uydurduqları üçün Peyğəmbərə özlərini bu şey eləmək üçün də bəraət qazandırmaq üçün Peyğəmbərə dedizdirirlər, Peyğəmbərə elətdirirlər hekayələrdə, nağıllarda. Ona görə Allah deyir ki, mən bu kitabı qorudum ki, Peyğəmbər də iftiralarda Allah tənzih edir. Biz də neyinci? Məhəmməd Peyğəmbər bütün Peyğəmbərləri bu iftiralarda tənzih edəcək ki, bu hadisə əsla və əsla və əsla əbədən baş verməyib. Bizim Peyğəmbərimiz, yəni bütün Peyğəmbərlərimizə tuturam. Bizim Peyğəmbərimiz əsla belə şey etməyib, heç biri etməyib. Amma Peyğəmbər düşmənləri bunu deyirlər, utanmaz da bunlara vəhiy deyirlər. Bu nağıllarda uzaq olun, Allah əmrət olun, sülh içində qalın, sülh içində yaşayın, Peyğəmbərə iftira atmayın.